Dinləmə mətni, sərkərdə və qarışqa. Bir gün bir sərkərdə döyüşdə məğlub olur. Tamam ruhdan düşür. Bikev halda oturub fikirləşirdi. Birdən binanın divarında hərəkət edən qarışqa sərkərdənin gözünə sataşdı. Qarışqa bir buğda dənəsini divarla yuxarı qaldırır, gücü çatmayıb yerə salırdı. Qarışqa yenə də buğda dənəsini götürüb divarla yuxarı dırmaşırdı. Beləliklə, qarışqa 39 dəfə buğdanı yerə saldı. Nəhayət, axırıncı dəfə o, buğda dənəsini öz yuvasına apara bildi. Sərkərdə gördü ki, qarışqa öz məqsədi yolunda necə inadla, səbirlə mübarizə aparır. Sərkərdənin gözlərinə sanki işıq gəldi. O, qarışqanın hərəkətindən özü üçün ibrət götürdü. Yeni qüvvə toplayıb məqsədinə nail oldu. Düşmənə qalib gəldi. Mətndən çıxan nəticə: uğursuzluqla qarşılaşanda ruhdan düşməməliyik. Məqsədimizə çatmaq üçün əziyyət çəkməliyik. Və ya insan bəzən kiçik bir həşəratdan da ibrət götürə bilər.